Çünki şərəfsizdirlər bunlar. Namussuzlar yazıda oturub xaricdə. Mən danışam, bunlar cici danışır. Baxın da, 963 nəfər. Ay, görün nə vəziyyətdir. Qazinin pulunu yeyirlər ha kişi. Axşam Naili Kəmərlinin canlısından mənə baxarsınız. Baxın. Buna baxın. 973, xahiş edirəm, baxın. Bir saatlik canlını mən atmışam, oturmuşam burada, indi bu adamları göstərəcəm sizə. Çünki mən millətimdən işim yoxdur. Millətimizin, bəlkə burada nə qədər millət varsa, 3-4 nəfərin də pulunu belə yeyiblər. Bax, bu bankdır, Unibankdır, Leobankdır, 3 bank, millət alladır. Bir dənə yeganə bankımız var ki, ABB ilə Kapital. O da bir niyə? Çünki dövlətimizdir. Ona prezidentimizlə xanımı nəzarət edir. Amma bunlara bilinmir kim nəzarət edir, hansısa imkanlı, hansısa pul olan, yuxarıda oturan, kasıbların pulundan kəsib yeyən, onlar nəzarət edir. Amma Kapitaldır, ABB-dir, xanım nəzarət edir, rəis nəzarət edir. Şərəfsizlikdir. Allah, ayıbdır. Mən səbirliyimi, 1100 nəfər hissə baxır, 1100 nəfər. 1100 nəfər hissə baxır. Siz mənim 110 manatımı 5 ay yiyiblər, gəl 5 ay Göllə deyirəm. Göllə deyirəm. Bunlar biabırçıdır. Mənə bax. Ayıb da, iki oğlansın. Mən tərs edir burada mən əsərdən. Yazdığı utan. Başın yerində sənin. Salam, salam. Anar Mirziyev elədir, cənab polkovnik. İndi Naxçıvanskinin rəisliyi milli qəhrəmandır. Mənim hərbi hissə komandirim olub. Kəşfiyyat bölümündən bir yerdə irəliləyibdir. Mən Kapitaldan, nə də ABB-dən pis şey görməmişəm. Millətə deyir, hər ay 10 manat kəsir. Bunlar belədirlər də, bu Bankov Baku, maşenikdir, maşenik. Ay millət, ay insanlar. Bu Bankov Baku, bu Bankov Baku. Gəlmişəm, əmin əgisi saçma. Gəlmişəm, mənə burada doldururlar. Mənə burada deyir ki, birinci gün gələrsən. Deyirəm, mən 5 ay bundan qabaq vermişəm. Birinci gün gələrsən, nə deməkdir ya kişi? Nə deməkdir ki, 5 ay bundan qabaq vermişəm, birinci gün gələrsən. Nə bilim, Allah'ım, ürəyim partlayır, ürəyim partlayır. Arzum kimdə? Arzum üçün susmayın. Misir üçün susmayın. Arzum kimdə? Barada gəzən üçün susmayasınız. Misir üçün susmayın. Misir üçün, Misir Qasımlı. Onun üçün susmayın. Arzum kimdə? Arzum salmışsınız. Misir Qasımlı üçün susmayın. Misir Qasımlı üçün susmayın. 1100 nəfər xahiş edirəm sizdən. Misir Qasımlı və Span üçün susmayın. Arzum nədir? Arzumu yazanlar blok edin. Silin arzum yazanlar blok edin. Misir Qasımlı üçün, Span üçün susmayın. Cənab prezidentimiz, xanımı, nazirimiz, xahiş edirəm. Onlara bir nəzər yetirin. O cür oğullar orada olmalı deyil. Azərbaycanda olmalı. O cür oğul Azərbaycanda müharibə gedəndə Ukrayna tutdu gəldi Azərbaycana, 052-də döyüşdü. Mən kəşfiyyat bölümündə mən Misir Qasımlını görmüşəm. Çünki 052-də bir yerdə irəliləyirdi. Bizim 8 getdi. Anar Mirziyev tanıyırsınız da, hərbisi qərarca şeyin Naxçıvanskinin hərbisi komandiri idi. Amma bizim Sülmərhamın hərbisi komandiri idi. Yəni də, mənim görsünüz baxın, 1000 nəfərsiz, bir saatdır buradasınız da, yarım saatdır. Mən yetimdə ki, təsəvvür edin ki, saat 11-in yarısından buradayam, debet kartını açıb verənmirlər. Üstündən keçir, 11-in yarısından o debet kartına prinsipinə düşdüm ha. Bir saat yarım mən bura gözlətdilər, risk yardıma tutacaqlar, mən bundan 110 manat vermədilər, qoy onu da alım. Səhv edirəm, deyil səhv edirəm. Risk, Allah yoxdur, beyin yoxdur, baş yoxdur, xəstə adamam, niyə yaralanmışam, başımdan yaralanmışam, yalarım, yoxdur. Sən evində, elə adam, nəysə, bax bir dənə xahiş edirəm, qaşda getdilər var, yoxdur. Başım qarışdırsa anamda qaşdılar var. Bax, başım qarışdırsa Allah, qaşdılar var. Yavırtılıq da var, qaşdılar var, başım qarışdılar var. Müdün yanında da rəlliyini köməyəcək, narahat olmaz. Sən niyə sabırsın? Əyləş narahat olmaz. Dünya. Buna ikisindən neyin əslə getir? Narahat daşır, baş olsa köməyəcək. Sən səbirli ol, bir şey qalmır. Elnur Yusufov mənim necə döyüşdüyümü, necə canla, necə
mən yaralanıb, Elnur özü yaxşıdır, mən yaralanmışam, mənə məzuniyyət veriblər. Demişəm ki, mən gedib anamı görüb gəlib şəhid olanmaram. Mən qayıdıram hərbiçiyə, qayıdıram hərbiçiyə. Elnur baba burada mənim döyüş olacağım yazırdı, görürsüz. Ən birinci mənə təxs ediblər ki, sən yaralısan, sənin nə işin var burada? Döyüş qutanacaq. Deyirlər, nəyə gəlmişsən bura? Deyirəm, mən nətər gedim anamı görüm, təzədən gəlib şəhid olum. Elə oturmuşam da burada. Yaralanmışam, sağlamışam, dımbıl çıxıram. Mənə məzuniyyət lazım deyil. Yəni bunu mənim döyüş yoldaşlarım gözəl bilir. Eyşan var, Sumqayıt uşağı. Gözəl, onunla mən nə qədər yaralı daşımışamsa, bir Allah bilir, bir o bilir, bir də mən. Suyun içində qalan, nə bilim, nəyin içində qalan. Yox idi, az idi, elə ürəli olan. Nə bilim, hayf. Hay, qaçışlar getdilər. Qaqa, hanı? Bu gəlib yanır. Nətər elə? Qaqa, mən nə problem sənədir qardaş? Mənə problem oldu ki, mən 5 ay qabaq kartımı bloklat itirmişəm, 110 manatına pul verdim, bloklayacağam, gəlmişəm bloklayın. Sonra getmişəm bankaya ki, mənim kartımı açsın. Kart deyib, bank deyib ki, sizin kartınızı açsanmarıq, sizi sonra yığıb açdım, nə? Mən nağıl danışıb. Mən də götürüb 50 sənətimi vermişəm ki, mən Qarabağ 50-yəm. Xahiş edirəm, mən sizlə əlaqəni kəsirəm, mən pulumu verin, çıxım gedim. Bunlar yalandan mən nəzərdən götürürəm, mən də xəstə adamam, yaddaş yoxdur, bura. Yadımdan çıxır ki, harda nəyim qalıb. Bir şey ki, evdə nəyimsə qoyuram, yadımdan çıxır ki, mən hara qoydum onu. Ərzəni yaz birincini götür. Ay nə birincini, başın xarab olsun, hə? Ay, mən aidiyyət yoxdur, pul bin veriləcək. Allah haqqı, o pul bin veriləcək. Mən aidiyyət yoxdur. Ay, sağ ol qardaşım, orada yaşayanlar bilir. Orada yaşayanlar bilir. Ay, hara çıxam ya, bura, oturmuşam bu stolda, müdürün stolunda. Gətsin mənim pul versin, çıxım. İnteresi oturmuşam ya, Allah haqqı, çıxıb gedərdim. Mən 110 manat nədir ki, tüpürüm onun üstünə, mən bu qədər özümü əsəbləşdirirəm. Sadəcə millətimi ayıldıram ki, yəni bundan nə bizim prezidentimizin, nə xanımının, nə də ki nazirimizin xəbəri var. Çünki bu banklar özəl banklardır. Kapitaldır, ABB-dir, dövlətimizin, xanımımızındır. Tərtəmiz hamı necə lazımdır, pensiyanın vaxtı-vaxtına köçür. Allah'a şükür. Amma bura maşinistdir, cəmaatı başına var. Bankov Bakı, deyirəm, Bankov Bakı, Unibank, Leobank. Bu 3 bank milləti soyublar. Soyurlar özləri yiyirlər. Gedin imkanını soyun. Bu kasıblardan, bu yetimlərdən nə istəyirsən? Bu yetim gedib canının yarısını qoyub da yoxdur. Bu yetimin də başı yoxdur, yoxdur. Bütün gün belə vururam, dara vururam, bura vururam, bura vururam, bura vururam. Yoxdur. Yoxdur da bu yetim pulunu yiyirsən sizə, ayıbdır. Qaqa, hara getdi müdürü? Sarımı görürəm. Bankov Bakı, bax, Bankov Bakıdır, deyir. Bankov Bakı, Leobank, Unibank. Bu banklara vətəndaşlar, xahiş edirəm, mənim millətim, mənim sevrimin millətim. And Allaha, gördüyü dəfə müharibədə birlik olduq. Elə olun, hamının hər şey düzələcək. Çünki bu, belə gələn söhbətlərdən nə prezidentimizin, nə xanımının, nə də nazirimizin xəbəri var. Ancaq yuxarıda o oturub bodru, yeyir, axşam da gedir, qalin vaciləmdə gedir evə. Odur, yəni odur, xəbər olan da odur. Buzda vəziyyət, yox, müdür qapı, qaçdı getdi müdür, Allah haqqı. Baxın, bax, müdür yox yerində. Nə burada var, nə otağında, ha, müdür buradaydı. Bax, bağırıb, qaçdı getdi. Nə təsə baxın, bax. Baxın da mən oturacam burada, müdürün yerində. Getsin, mən pulumu gəlsin. Ya oturmuşam ben müdürün yerində, qardaşlar. Getsin, mən pulumu gəlsin, Bankov Bakı. Gelin mənim pulumu gətirin. Oturacam burada yerimizdə özür. Gedin mənim pulumu gətirin, ödüyün çıxın gelin. Baxın, mənim xalqım, baxın, görün bizim başından oynatırlar. Allah haqqı, səhv edirəm, niyə səhv edirsiniz? Düz edirəm, bro, kişi kimi, dedim müdürün sonunda kompüterin canımda qoymuş. Məndən artıq olan deyil ki, bro. Mən 7 canımı qoymuşam, o burada kompüterdə biri. Xanım, sizə 5000 dişimi, 3000 dişi, 4500 ödəyirsiniz. O belə deyirdi, amma mən orada torpaqda yatmışam, 44 gün, torpaqda yatmışam mən 44 gün. Mən 44 gün yorğan görməmişəm, adal görməmişəm, döşək görməmişəm. Mən onda 44 gün yerləmişəm, yaralı daşımışam, nə bilim, döyüşmüşəm. Mən nə bilim, bu burada beyli var. Qaqa, gəlmirəm, qaqa, əyləşmə var. Get polisi çağırıram. Bax burada 1200 bax, minnət var. Yo, mən burada otururam. Mən o müdür yerində oturdum. Mən belə ürəyim belə. Gəlmirəm, qaqa, mən gətirib pulumu qoyum bura. Müqaviləsinə əlaqəni kəsin, çıxım gedim. Kəsməzsən inşallah yaxşı. Gəlmirəm, gəlmirəm. Ay danışırlar, elə getsin, durmayacaq. Mən pulum gəlmək üçün pulum durmayacaq. Qaqa, get kimisən çağırım. Millət baxır ya burada, mən 50 çəkəm məndən özdə. Qaqa, 50 çəkəm deyirəm ay qaqa. Ha baxın da polis qaziyana varır. Bax.
Baxın gör polis qaydanı var. Gəl deyir ki, dur buradan. Burada mən oturmalıyım, o yox. O yox, çünki mən 44 gün torpaqda yatmışam. O burada belə eləyib. Ona görə mən oturmalıyım burada, o yox. Başa düşdün? Niyə işinə məşğul ol? Ne tər məni səvəşdirlərsə, Allah, mən sənə nəfəs alamıyorum. Mən saat 10-dan 11-in yarısında mən buradayım. 11-in yarısında mən buradayım. 11-in yarısında mən buradayım. Yox, bəlkə hara qatırız? Ha? Hara getmişsiniz? Başlarına danışır da. Ha, bir nəsə söz. Başlarına Mən danışır. 44 gün torpaq yapmışam. Mən burada o 44 gündə belə eləmişsən. Demirsən xanım 4500 300. Amma ona görə də indi bu stol mənə düşür, sənə yox. Ha, bilməm, gedim mən sənə otur. Oturmuşam, pul nə Bu duracaq? yazım verim də sən pul. O yazma qaqa, al kompüterdə yaz. Ay qardaş. Allah kompüterdə yaz. Otur. Elə şey olmaz. Yaz, gəl yaz bir. Gözləyirəm. 5 dəqiqə gözləyirəm, gəl yaz. 1400 nəfər gözləyirəm. Yaz bir. Yaz bir. Vallahi burada nə qədər qoşu mən, hamınızı qoşuram, hamınızı kim nə atıb mən hamınızı atıram. Salamünaleyküm mənim qardaşım. Düz eləyirsən. Bax sən haqlısan. Bu bankların yeyirsən. Mənim qardaşım, mən də sənin kimi canımı qoymuşam torpaqda. Düz eləyirsən. Bunlar elə bizim haqqımızı yeyirlər. Ömür boyu elə bunlar bizim haqqımızı yeyirlər. Düz eləyirsən. Ay sağ ol. Qaziləri, veteranları qoşulsan, bir atın qazisi veteran kim var, atı qoşulsan. Atı qoşulsan, haqqımızı istəyir. Xanımını, nə nazirimizin bunların oyunundan heç birinin xəbəri yoxdur. Vallahi yoxdur. Bunlar Kim nə istəyir onu da eləyir. Bunlar reçet deyirlər. Bunlar bir şey ki, qazinin pulunu yeyirlərsə, demək bunlar reçetdirlər. Hə? Qəttən xanirlər. Hayda. Hayır. Sen bir dakika hardasan. Abi bir kontrol tez elə. Aydan. Hamza. Hardasan bu dakika? Səsin gəlmir, səsin gəlmir. Əlvi mikrofona tutmusan, səsin gəlmir qaqa. Qardaşım. Hə, gəldin səsin bura. Hə, indi gəldim. Bir də interes bilsin nədir qardaşım? Bax səhər ondan buradayam. Yaxınlaşmamışam, forma maşınında qoymuşum yaxınlaşsın ki, ayətdə millət var da. Nə olsun qaziyəm, mən necə millət yerinə girim də. Əslində mənim haqqım deyil, prosta lazımdır. Allah haqqı saat yarım durdum orada, debet karta görə. Bax orada qaqda. Saat yarım orada durdum, sakitdə. Axıra qarşı başım, şahid qarşı. Debet karta, bu boyda şey var. Burada elə bir şey 10 nəfər varsa, 10 nəfərin 9'u kreditişinə baxır. Debet karta bir nəfər baxır. Öyle şey olur ola. Bunlara kredit lazım da əsas bura. Ona görə bir nəfər kredit baxır. Bir nəfər də ona debet karta baxır. Biabırçılıqdır ha. Sen ora nəyinə müraciət eləmisən? Ondan sonra da ki qardaşım, ondan sonra eski yadıma düşdü ki, bunlar mənə 5 ay qabaq 110 manatını borcluyublar. Dedim hə, yaxşı yadıma düşdü. Bayaqdan bir şey debet kartı görə mən başıma yatırlar bura. İndi pulu almamış, çıxma oradan qaqa. Qoy gəlsinlər, onların borcudur sənə xidmət eləməyə. Gəlsinlər, sənin pulu qaytarsınlar. Deyirəm stoluma bırakır, adam yeri var canım orada. Allah'ım da bunlara böyle taxmağa yeri yoxdur da, gərək gəlsin. Qaqa, bunlarımız Mehdiyev kimi adamların bancıdır. Hələ 5 ay sənin pulu orada girov saxladığına görə sənə kompensasiya verməlidirlər. O borcudur. 5 ay. Kompensasiya verməlidirsə, 5 ay sənin pulu orada girov saxlayır. Var ki, məhkəmənin, əgər bir vətəndaş bir bankdan imtina edirsə, onun orada nə summası varsa ödənməlidir. Düzdür qardaşım? Bu məhkəmədə qərardır. Bəli, mənəvi təzminat var, bəli. Maddi mənəvi təzminat. Mən sən imtina edirəm, mən pulunu verim. Denən qazinin 110 Əlvi manat. mikrofona tutursan, nə qədər? Əlvi mikrofona tutursan səsin gedir. Bax şimdi qardaşım, Allah əsəbdən əsəbini, gördün günü tərsin içində. Buna bax, başıma ona bax. Allah gör nə bilmirəm bax. Acır adam bunlardan. Onlar elə faiz yeməklə məşğuldular, elə cəmaatın elə haqqını yesinlər elə. Orada haram yiyirlər. Varın için yeminlər ki, varın için yerler adamı yandırma zamanında deyirəm zor heç. Kasımız faiziyle adamı yandırır. Nə istəb kasıb olur, nə etdirlər. Elə bir səfəri, bunu eləyirlər ki, o yuxarıda oturanlar xəbərsiz ha, o rəisimizdən, xanımından xəbərsiz, nazirimizdən xəbərsiz. Oyun qururlar ki millətimizə, kasıbları ancaq oyuna salırlar. Varını oyuna salan yoxdur.
Çox maraqlıdır. Bundan da nə prezidentimizin xəbəri var, nə xanımının, nə də nazirimizin. Bunu sizə əminliklə deyirəm. Hətta özəl bankdır. Həqiqət dövlət bankı deyil, özəl bankdır. Ona görə də Mən nə belədir. deyirəm? Özel bank olanda at oynadılar bizim respublikamızda. Neçə ildir kapital ABB-dən pensiya alırsan? Neçə ildir? Heç bir problemi olmayıb. Nə mən kapitalda, nə də beynəlxalqda. 5 Adam- ildir. 5 ildir. Beynəlxalqla kapitalda heç vaxt problem olmur, bəli. Mən nə deyirəm, brat? Mən də səhərdən çünki bunlar. ona çünki prezidentimiz nəzarət edir, xanımı nəzarət edir o banklara. Ona görə problem ola bilməz. Qardaş, bunlar Ramiz Mehdiyev kimi adamların bankıdır da ona görə. Vətən xainləri. Hə, brat. Bunlar bizə ki o deputat var idi, çıxdı qaziyəçi döyüşünü. Ona görə də belə Bunlar atmırlar. kim adamlar da Allah'ın var. Bir şey ki, bu banko baxır, milləti elə yükləyir faizini. Millət pulu krediti götürür. Evə gedəndə ayında çalar, mən nağardım 2400 pul ödəyəcəm. ABD çıxdılar ha, getdilər rahat yemək yeməyə. Saat 1. Qaçdı Stonyla. Qaçdı Stonyla. Gəl orada 10 manat açır. Gətirdi çalaqa get. Kim oldu bunlar? Bunlar buranı demirəm. Bunlar yazıb səndən göndərirlər baş idarələrinə. Orada saat 1-dən 2-yə abeddir. Qaqa, abet nə deyir? Operativ xidmət yox da. Brat, mən yandıram. Sıfır. Mən səhərdən o debit kartı özləmişim sakitcə, forması satsa Allah'ın Allah. Gəlmişim sakitcə. Alini qoş. Ay kişi, burada nə yazılır? Ali bizdən nədir? Biz daha sözümüzü deyə bilmirik kiməsə. Bizim özümüz min dənə aliyə deyirik. Ay sağ ol, Ali kim? Nə vətən xainidir o? Əsla mən onu yığış bu kopyalayanları kim bu da nətər ki kiməsə nəzər verirsə bu kopya atanları silsinlər. Ora bura qaçıb gedənlərdir biz bu vətəni qoruyan oğlanları. Ay qardaşlar, biz vətəni qoyan olanları, onlar bir sənə onlar gedib orada oturub yalanlar. Baxın, veteranın maşınına, baxın nə bilim nəyin maşınına. Sözüvə nə olur? Sözüvə deyənmirsən, əli lazımdır. Baba, bizim prezidentimiz yetim var mı? Başqa nə vermədi? Biz öz sözümüzü deyə bilirik. Bizə ehtiyac yoxdur kimsə nəsə desin. İnsan nə olmalıdır bundan artıq kişi? Prosto bir qınağı bir sinir çəkir. 80 manat alan veteranlar var, 50-ni ala bilməyənlər, o Sahil Babəyevin oyununa düşənlər var ha. O yetimlərdir incdənlər. Onlardan da nə nazirimizin, nə prezidentimizin xəbəri var. Mən niyə prezidentin narazı olub şərəfsizlər? Mən fakir, bunlar elə eləyirlər ki, danışmayan insanları dilə gətirirlər. Dilə gətirirlər ki, bunlar ağın çıxardıblar. Bunlar maşeniklər. Bank of Baku, Unibank, Leobank, maşeniklər. Bunu beyninizə soxun. Nə kredit Bu götürüyor? xəbər saytda paylaşdı ki, Bank of Bakı hamısı ABB kreditləri verir. 8000 pul hesabı verir. Baxsan ki, üstə 2500 pul gəlir. Deyirsən nə bomba. Bura 8000 götürsən, evə gələn görəsən ki, 16000-dir. Divine oy. Anladılar. Reklam quldurlardı bunlar. Reklamda başqa, əməldə başqa. Bax qaqa, gör, siz bayaqdan bir saat yarımda mən canlıdayım, düzdür bura. Görüşdürəm mən. Yarım saat var, bir saat. Hə. Bax, biləm bana. Gedir gəlir yanından. Onun yerində mən oturmadım, Allah. Onun yerində mən otursaydım var ha. Bir dəqiqə, 3 dəqiqə gəlirəm. Bax, belələrin yerinə məni kimi olanları gətirib görmək lazımdır ki. Mən sizə bir dənə söz deyim ha. Bank, baxın, burada 1000 nəfər adam var. Bank həmişə nəsə xeyri bir şey olsa, yəni bilsə ki, o haqlıdır bank. Bu dəqiqə ora ordu tökmüşdü. Səslərini çıxarda bilmirlərsə, səslərini çıxarda günahkardılar. Çünki müştəri haqlıdır. Bir dənə bir sözdə polis qaçdı etdi. Sən niyə? Dövlətin xəbəri yoxdur. O polisin rəisinin xəbəri olsa ki, buranın müdürlüyü ona o qatı gəlibdir. Onun rəisi ona qazıyacaq. Şəhərsən başın xarabdır, qazi haqqını istəyir orada. Gedib orada konserti Zəng gəldi deyəsən. Baxaram mesajı.